Değerli izleyicilerim, bugün size Zabrat'ın güzel yerinde, merkezi kanalizasiya olan yerinde, ümumi 5 sotdan biraz artıq torpağın içində yerləşən, həyətdə 45'e yaxın bar verən meyvə ağaçları, yəni təzələri də var, yeni salınan ağaçlar da var, bar verən meyvə ağaçları da. Bax görürsünüz, xurma, əzgil, gavalı, əncil, şaftalı, gilas, bütün növ meyvələrdən əzizlərim bax bu həyətdə var. Özünə tikilmiş, keyfiyyətli bir gözəl evi sizə təqdim edirəm. Əzizlərim, həyətdə həyət üçün sanuzel hazırdır. Evin əziz izləyicilərim, yuxarısı necədirsə, eləcə də evin altıdır. Tamam təmirlidir, yuxarı isə tam təmirlidir. Əziz izləyicilərim, evimizin aşağıda, yuxarıda qarşısı açıq eyvandır. İndi də gedəyin evimizlə sizə tanış edim. Əzizlərim, evimizdə 3 dənə sanuzel var. Sanuzel hədəf yolu. 2 dənə yuxarıda, ayrı-ayrılıqda, 2 dənə də aşağıdadır. Bura evimizin giriş hissəsidir. Əzizlərim, belə kvadratı böyük, belə hündürlüyü böyük olan ev, yəni təsadüfdən olur. Evimizin hündürlüyü əzizlərim 3.20'dir. Evində bilirsiniz ki, hər şeyində birinci evin havası gözəlliyi, evin rahatçılığı hündürlüylə asılıdır. Əziz izləyicilərim, patoloğa baxın, cəmaatın pola vurduğu taxtanı, polluq taxtanı maşallah bu patoloğa vurub. Görürsünüz, yəni çəkilən işıq sistemi də çox bahalı materiallardan da hamısını ayrı-ayrı yığıb, işıqların hamısını ayrı-ayrı. Mənim də azdan çox da başım çıxır bu 30 ildəki təcrübəmdən. Yəni baxanda görürəm ki, burada nə iş görülüb. Çox gözəl keyfiyyətlə tikilmiş evdə əzizlərim. Hamam, tualet hamısı istif oldu. Əzizlərim, bir də bu evdə önəmli, ən çox xoşuma gələn nədir? Evin maşallah, mətbəxi o qədər böyük ki, əzizlərim, mətbəx demək olar ki, zal boydadır. Evin kvadratı çox geniş, geniş ailə yaşayacaq evdir. Baxın, bura mətbəxdir, görürsünüz nə boydadır? Burada qonaq otağıdır. Yəni, mətbəxin böyüklüyü, qonaq otağının böyüklüyü ən önəmli şeylərdir. Vəbşə, ümumiyyətlə, yataq otağının hamısının kvadratı əladır. Qiymət də əzizlərim 85.000 manatdır. Real alıcı ilə razılaşma eviyyəsi tərəfindən. Vallahi bu dəqiqə 85.000-dən torpaq alıb bu evi tikib başa gətirmək mümkün deyil. Allah satanın da, alanın da, vasitəçinin də hər üç tərəfə xeyrin versin.